Salam dostlar. Bugün 29 May 2025-ci ildir. Bu il təbiət çox gözəldir, çox gözəl nektar gəlir. Teniz və bir nəfər qardaş sual vermişdi ki, beçə çıxan arıdan həmin sezon, həmin ili bal götürmək olar yoxsa yox. Bu arı mənim bir beçə tutduğum arıdır. Yəni öz arımdan çıxan beçədir. Hal-hazırda gələn nektar göstərmək istəyirəm. Baxın, bu arının ikinci çərçivəsidir. Demək olar bütün çərçivələrində bal var. Bakın, açıq nektardır. Hal-hazırda demək olar ki, bütün koloniyalarda çox zəiflər xaric, çox gözəl bir nektar var. Arılar çox gözəl bal yedir. Lakin indi mənim bilmək istədiyim odur ki, bu arının hal-hazırda çox yumurtada olan, hələ çıxmamış balaları var. Baxın, bu da eyni qaydada. Artıq burada möhürləməyə başlayıb. Arı həmçinin burada da möhürləməyə başlayıb. Çox gözəl bir bal toplayıb arı. Amma məsələ indi burada nədir? Məsələ budur ki, bu balı biz sağıma qədər saxlaya biləcəyik yoxsa yox. Çünki arının, baxın, yumurtalı çərçivəsi. Yuxarısı bal, aşağısı yumurta. Arının ikinci bir yumurtalı çərçivə. Yuxarı isə bal, aşağı isə yumurta. Həmçinin digər demək olar bütün çərçivələrdə bal və yumurtadır. Yəni bu balalar çıxdıqdan sonra mən belə düşünürəm ki, bu balın bir qismini elə içəridə yeyəcəklər bu arılar. Yəni bal sağımda qalacaq, qalmayacaq bilmirəm. Yəni hələ davam edir bal axını. Yəni bizim tərəflərdə avqusta qədər az çox nəsə olur. Həmçinin burada çox gözəl nektar yığıb arı. Çox gözəl bir bal gəlir. Aşağısı burada da eyni qayda yumurtadır. Əgər beçə, mən belə düşünürəm ki, güclüdürsə, həm də vaxtında çıxıbsa, necə vaxtında, yəni mayın əvvəli çıxıb, aprelin axırları, aprelin ortasında çıxıbsa, təbiət də yaxşıdırsa, o arıdan məncə məhsul götürmək mümkündür. İnşallah bunu bu il təcrübə edib yoxlayacaq. Çünki mənim hal-hazırda 2 dənə bu cür beçəm var ki, içərisi yumurta ilə doludur, həm də çox gözəl bir bal var, nektar var. Güclü koloniyalarında isə daha yaxşıdır.